Salam, hörmətli şagirdlər. Ümid edirəm hər biriniz yaxşısınız. Bu günlər sizlərlə ilk 2 mövzunun müzakirəsini edəcəyik. Mövzulardan biri informasiya və informasiya növləri, digəri isə informasiya otağında hərəkət qaydalarıdır. İlk olaraq informatika otağında hərəkət qaydalarına aydınlıq gətirər. Bizim üçün belə bir tapşırıq qoyulub. Bu tapşırığı müzakirə edək ilk öncə. Deyir ki, kim düzgün hərəkət edir? Sol tərəfdə əyləşən şagird gördüyünüz kimi kompüter qarşısında düzgün əyləşib və düzgün bir şəkildə işləyir. Sağ tərəfdə əyləşən şagird isə gördüyünüz kimi klaviaturadan düzgün istifadə etmir və oturuşunda düzgün oturuş tərzindən istifadə etməyib. Deməli, buradan belə bir nəticəyə gəlirik ki, sol tərəfdə əyləşən şagird düzgün hərəkət edir. Buradan ilk olaraq ilk qaydamızı xatırlayaq. Kompüter qarşısında düz oturmaq, monitora tərəf əyilməmək lazımdır. Sonra ikinci tapşırığımızı müzakirə edək. İkinci tapşırığımızda yenə soruşur, kim düzgün hərəkət edir? Sol tərəfdə gördüyünüz kimi şagird elektrik naqillərinə toxunur. Sağ tərəfdə isə şagirdlərdən biri digərinə müraciət edir və ona elektrik naqillərinə toxunmaq olmaz qaydasını xatırladır. Buradan da nəticəyə gəlirik ki, ikinci, yəni sağ tərəfdə duran şagird daha düzgün hərəkət edir və qaydalara əməl edir. İkinci qaydamız isə elektrik naqillərinə toxunmaq olmazdır. Üçüncü tapşırığa baxaq, yenə eyni sualı verir. Sol tərəfdə biz görürük ki, kompüter otağından kənarda uşaq yemək masasında öz yeməyini yeyir. Sağ tərəfdə isə görürük ki, uşaq kompüterin arxasında əyləşərək orada yemək yeyir. Biz bildiyimiz kimi, üçüncü qaydamız sinif otağında yemək və içkilər gətirmək olmazdır. Deməli, buradan belə bir nəticəyə gəlirik ki, sağ tərəfdə əyləşən, daha doğrusu sol tərəfdə əyləşən şagird düzgün hərəkət edir. Dördüncü tapşırığa baxaq. Dördüncü tapşırıqda yenə sual verir. Düzgün hərəkət növünü istəyir bizdən. Baxın, sol tərəfdə burada şəkillər ilk baxışdan eyni kimi görünə bilir, amma burada fərqli cəhətlər var. Sol tərəfdə əyləşən şagirdlər görürsüz, monitorun ekranına qələm vasitəsilə toxunurlar, amma sağ tərəfdə əyləşən şagirdlər isə monitorun ekranına əli ilə, barmaqları ilə toxunurlar və bizim buradan qaydamızı xatırladaq ki, barmaqla monitorda heç nə göstərmək olmaz. Ona görə biz deyirik ki, sol tərəfdə yerləşən şagirdlərin şəkli düzgündür, çünki onlar daha yaxından görsədim, monitorun ekranına barmaqla deyil, əllə deyil, qələmdən istifadə edərək oradakı nümunələri izah edirlər. Ümumi qaydalarımızı təkrar edək. Otağa yemək və su gətirmək olmaz. Birinci qayda. İkinci qayda, informatika otağında qaçmaq olmaz. Üçüncü qayda, monitora barmaqlarla toxunaraq nə isə göstərmək olmaz. Dördüncü qayda, elektrik naqillərinə toxunmaq olmaz. Beşinci qayda isə düzgün oturaraq monitora tərəf əyilmək olmaz. Bu bizim ilk dərsimiz idi. İndi isə yeni mövzumuzun müzakirəsinə edək, yəni informasiya və informasiya növləri. Deməli,